Uzun ömür arzu eylemirəm. Allah şərəfli ömür qismətini əsasın. Ad günü mübarək olsun qardaş. Təbrik edirəm. Elmar, qardaşın qardaşı arasını alırdı. O görürsən mi? Bugün qrup bağlantısıdır. Bu qrup bağlantısında sənə əziz olan, sənə ana bərabəri olan bazıların adına öz ailəmiz adına sənə uzun ömür canı sağlığı söyləyir. Bir qardaş kimi həyatda qardaş olunlar bilir, qardaşla deməkdir. Qardaş olmayan aradan nasıl qardaşdır? Bu günümüze şükür. Allah her birimize can sağlığı versin. Allah sizlere korusun. Allah seni hayatta neyi necə edin hesabak vermesin. Amin. Amin inşallah. Neyse ki nefesim olur. Neyse ki zaman olur. Həmişə yanındayım. Həmişə arxamdayım. Ve bugün bu verilen en değerli hediye bu yıl bazıların verilir. Bizim elimizin en uca yerinde, en değerli bir yerinde saklanacak. Allah siz yoldaşları versin. Bu hediye bugün benim için o kadar bir sarsıntı oldu ki, yani benim 45 yaşım var. Bu 45 yaşımda en değerli büyük bir hediyelerin biridir. Çünkü orada öyle bir ana şəkil var ki, en uca bir yerdə dayanmalı şəkil. Bəli. Aziz qardaşım, Allah səni mənim sağlığına əksik eləsin. Amin inşallah. Allah hər birinizi var eləsin. Amin. Elmanın adından deyirəm. Allah hər birinizi qorusun. Necə ki biz bir yerdəyik, necə ki biz canımızda canlar, həmişə bir yerdəyik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah cəmi demək kəsinə rəhmət eləsin. Allah sizləri qorusun. Var olun. Aynur sözün deyilən hədiyəsi. Gəl. Aziz kardeşim, ben seni tebrik ederim. Sana uzun ömür, can sağlığı, ailenle birlikte hoş günler arzulayırım. İşlerinde hemşe uğurda senin olursun. Ne yaxşı kim varsa hemşe var olursun. Hər vaxtınız xeyir olsun, Elmar qardaş. Bu əlamətlə günümüzə qatılmağımız üçün biz böyük üzümüzə şərəf bilirik. Sağ ol, sənin bütün sevənlərə, ailə üzvlərinizə, sənin doğum gününü ürəkdən təbrik edirik. Həmişə aramızda olasan, yüksəklərdə, zirvələrdə olasan, can sağlığı, uzun ömür arzulayırıq. Ötürün. Elmar qardaşım, mən də səni təbrik edirəm. Bir balaca bir epizod var, istəyirəm mən onu danışam. Hamı bildiği kimi Elmar qardaşımız Gülnaz xanım və onun ətrafında olan insanlar şəhid ailələrinin və qazilərin daimiyyəniz olub. Balaca epizod yadıma düşüb onu danışmaq istəyirəm. Günlərin bir günü mənim ad günüm idi, müharibədən sonra. Və bir gün ad günüm günü günorta vaxtları idi. Mən oturmuşdum evdə, üzr istəyirəm. Mən anama dedim ki, bəs onlar da mənim üçün hazırıq. Görüklər sadəcə özümüzük. Bir də fikirləşdim ki, bəs öz ürəyimdən keçdi ki, bəs mən kimsə gəlmədi, kimsə təbrik eləmədi. Biraz adam onda kövrək olur. Aradan biraz keçmişdi. Mən gördüm Elmar müəllim, Gülnaz xanım əllərində ad günü tortundan bizim qapıdan içəri girdilər. Və mən o qədər sevindim, o qədər ürəyim dağa döndü. Mənlə bir yerdə ailə üzvlərim hamısı sevindilər. Mən bunu niyə danışdım? Çünki o şəxslər gücləri çatan qədər şəhid ailələrinin, qazilərin, hər kəsin yanında olublar. Onların əziyyətləri çox olub. Mən onlara bir daha yenə təşəkkür edirəm. Elmar müəllimin ad gününü təbrik edirəm. Bu epizodu danışmaqda məqsədim oydu ki, hər bir şəxsi bacardıqları qədər, gücü çatan qədər yad edirlər. Sağ olun. Sizin əziyyətiniz qarşısında. Sizlər sağ olun. Sizin də əziyyətiniz sağlanmazdır. Çox təşəkkür edirəm. Elmar müəllim, siz təbrik edirəm. Sizə ən önəmlisi sağlıqdan arzulayıram, uzun ömür arzulayıram.
Siz demək olar ki, şəhid ailələrin hər birini yanılmışsınız. Biz şəhid kanallarında bir söz sevdik. Mənim qardaşım yox demək olar ki, bilənlər bilir. Amma mən sizə özümə bir qardaş bilmişəm hər zaman. Çünki siz bizim arxamızdasınız. Çətin günümüzdə, yaxşı günümüzdə. Gecənin bəlkə də bir yarısı da zəng qrup sizi dar günümüzdə yanınıza çağırsaq, yəni siz bizim o vəziyyətdə yanınızda olursunuz hər zaman. Bacardığınız mənəvi və maddi dəstəyinizi heç vaxt bizdən əsirgəmişsiniz. Buna görə sizə öz xüsusi təşəkkürümü bildirirəm. Bu əziz gündə sizə Allahdan nə arzularınız varsa hamısına çatmağınızı bildirirəm. Evlatlarınızın xeyir işinə yolar inşallah. Uzun ömrünüz olsun. Sağ olun. İlman qardaşım, mən də səni bugünkü ad günü münasibətilə sənin qəlbdən, ürəkdən təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Demək istəyirəm ki, bezmisənmi dünyadan, yoxsa gözün toxdurmu? Meylin yoxdur, ne edeyim, insafın da yoxdurmu? Səni Allah bilənə bir nəzərin çoxdurmu? Qaynar bulağa dönüb, çağlasana, coşsana, kipriyini qaldırıb, bircə kərə baxsana. Gözlərin rəh verərsə, gül bitər istə daşın. Öldürməkdirsə fikrin, daşın fikrindən daşın. Qalın bulutlar kimi niyə çatılıb qaşın? Həsrətimə od vurub şimşək kimi çaxsana. Kipriyini qaldırıb, şəhid bacı qardaşlarına bircə kərə baxsana. Zəlimxanam, mən sənə bir ötər saz dedim. İlk görüş yada düşdü, həsrətimə yaz dedim. Sənə şəhid bacıları min yol can dedi, yenə azdı az dedim, ey həsrətim misalım. Ah, nə deyim ah sənə, kipriyini qaldırıb, bircə kərə bax sənə. Təbrik edirəm səni, mənim gözəl Hər birinizə təşəkkür edirəm. Bugünkü günü mənim yanımda olduğunuz üçün. Sizin hər birinizə minnətdaram. Bu günlər burada toplaşan insanlar, Allah sən şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərimiz bizləri dost elədi, bizləri qohum elədi, bizləri bir ailə elədi. Allah onların ruhunu şad eləsin. Onlar necə ki bir birlik oldular, ölkə rəhbərimizin bir kəlmə sözünlə ayağa qalxdılar. Azərbaycan ərazi bütövlüyünü azad etdilər. Bu günlərdə biz həmən o evlatların, ata-anaları, bacı qardaşları bir birlik olaraq həmən o cənab prezidentimizin təmir yollarıyıq. Hər kəs burada mənim demək olar ki, ailə üzvlərimdən başqa qalan insanların hamısını mən 12 iyul döyüşlərindən sonra tanıdığım statuslu insanlardır. Bu vətən üçün canından can verən, bu vətən üçün sağlamlığını itirən oğlanlardır ki, onlardan bugünkü günü yox, bir ömür boyu bir ailə olmaq üçün canımdan belə keçməyə hazırım. Burada bizim dostlarımız var, hansı ki, həqiqətən də demək olar ki, elə körpəliyimizdən bir yerdə, elə Yaşarın yanında, bir məhrədə böyümüşük. Hamısı bizim əzizlərimizdir bu günləri. Bunlar hamısı mənim canım ciyərimdir. Hər birinizə təşəkkür edirəm bugünkü gün üçün. Var olun bugün buradasınız. Minnətdaram sizə. Allah razı olsun sizlərdən. Bir kəlmən bizə qalmış. Və keçək bugünkü gün olan hədiyyə, mən həyatda ən çox istədiyim insan anam oldu. Yəni, Allah rəhmət eləsin. anamın ötər mən hər şeydən keçməyə hazır olan bir insan olmuşum. Allah çəmişəm, analarımızın ruhunu şad eləsin. Hər birinizə minnətlər olun. Mən bəlkə də bugünkü günü bu yerə gəlib çıxmağımın səbəbi mənim anam. Çünki mənim qardaşım şəhid olanda evimizin böyüyüydü. Mən isə laf kiçiyim. Mən öz ailəmlə böyüməmişim. Mən anamın, qardaşımın dediyi ailələrdən böyümüşüm. Bu günləri mən ona görə hər bir şəhid anasını özümə ana bildim.
Hər bir qaziyi özümə qardaş bilir. Allah sizləri qorusun. Çətin mənim üçün. Hər birinizə yenə minnətdaram. Bu günlər buradasınız. Var olasınız. Bir ömür boyu sizlərin xidmətindəyim. Sağ ol efendim. Mənim Tosturan birini yaratmaqda bir məqsədim oldu. Mənim o məqsədim oldu ki, mən çox gördüm körpəliyimdən. Şəhidlər unudula getdi. Və bir vaxt gəldi, çıxdı ki, məzar daşının başında bir anam qaldı bir mən. Mən o günü heç bir anı arzulamıram. Evladının məzar başında tək qalsın. O zülümlü günü heç kim arzulamıram. Ben onun için her bir ananın yanındayım. Benim anam yaşadığını sizler yaşamak istemiyorum. Kardeşim ad günün Allah sizlere var eylesin. var olsun. Sağ ol Murat. Bir güzel ad günün mübarek olsun. Allah var eylesin. Öyle var olsun.